Tamam uşaqlar, deməli belə bir sual var. İkinci qruplar mütləq şəkildə diqqətlə qulaq assın, çünki düşə bilər imtahana. Deyir burada x-i tapın, can tapaq. Deməli uşaqlar, burada verib ki AB 12-dir. Yəni 7 ilə 5-in cəmini verir. Bura 9. Nəsə biz 9-dan və 12-dən biz bilirik ki, bu 90 dərəcədən verilir. Bilirik ki, SB Pisagora görə 12-nin kvadratı ilə 9-un kvadratı kök 6. Oradan çıxır 15. Biz bunu bildiyimizə görə x-i tapmalıyıq. X-i tapmaq üçün də bizim kəsənlərimizin xassəsi var, ondan istifadə edirik. Kəsənlərin xassəsinə nə deyilir? Gəlin baxaq. Deməli, kəsənlərin xassəsini deyilir ki, çevrə xarici götürülmüş nöqtədə çevrəyə qədər olan məsafə ilə, yəni 5 ilə ən uzaq məsafə, yəni BA-nın özü 5 vurulsun, yəni 12 bərabərdir. Burada da eyni prinsipi bu BY ilə BC-də edirəm. Yəni bu BY tapmaq üçün. BY vur BC. BC-nin 15 tapmışdım, yazıram 15. Və beləliklə buradan ortaya çıxır ki, 60 bərabər BY vur 15. Yəni bu da BY bərabər 4 edir. Əgər BY 4-dürsə, mən x tapmaq istəyirəmsə 15-dən 4-ü çıxıram, yəni 11. Cavab 11.